əziz oruç tutan insanlar, anlayın, bir dəfəlik dərk edin ki, tutduğunuz oruc yalnızca mədənizi yeməkdən və içməkdən imtina etməsi deyil. Orucun özünə məxsus bir batini ədəbləri var. Nə azdır həqiqi oruc, və lakin nə çoxdur ac qalmış mədələr. Fəizə sumtum, ey möminlər, siz ki oruç tutmağa başladınız, imanlı insanlar, birinci növbədə bu susqunluğu təmin etmək üçün, yəni daxili sakitlik orucundan söhbət gedirsə və yaxud orucun əsil həqiqəti onun daxili sükutudursa, onun birinci bəndi fəhfəzu əlsinətəkum ənəl-kizb. Dilinizi yalandan saxlayın. Təsəvvürünüzə gətirin, əziz möminlər, yalan bugünkü gündə adi həyat tərzi olduğu halda, oruc insanın bu yalanı danışmadan orucuna, həyatına sahib çıxması. Nə qədər qəlizləşir artıq oruc. Birinci növbədə dilinizə sahib çıxın, yalandan qoruyun onu. Qoymayın, oruc adam hara, yalan danışmaq hara. Və qəzzu əbsarəkum, gözünüzü qadağan olunmuş şeylərdən çəkindirin. Qadağan olunmuş, haram olunmuş, heç nəyə baxmamış olsun gözünüz. Və la tənazəu və la təhasədu, bir-birinizlə münaqişə eləməyin. Anlamağa çalışın bir-birinizi. Anlayış qabiliyyətiniz, dinləmək qabiliyyətinizi itirməyin oruc olan halda.